Süni intellektə maraq günbəgün artdığı üçün artıq bir çox insan bütün məlumatları belə vasitələrdən əldə etməyə çalışır. Bu, qidalanma və diyet proqramlarında da özünü göstərir. Elə son vaxtlarda belə bir trend yayılıb. İnsanlar arıqlamaq və forma saxlamaq üçün reseptləri mütəxəssisə deyil, bir neçə saniyə ərzində süni intellektə hazırladırlar. İndividual yanaşılmalıdır. Heç bir həkim də hətta ona sən əlamətlərin telefonla desən belə, heç vaxt deməz ki, bildim, gəl sənə bu dərmanı deyim, hökmən yaxşı həkimdirsə, sənə deyəcək ki, gəl özün baxım, hökmən. O peşəkardırsa, etibarlı deyil. Sonra o fəsadlar törədə bilər. Hər insanın bədəni, bədən quruluşu fərqlidir və hər insanın yeyə biləcəyi, yeyə bilməyəcəyi məhsullar var. Tutaq ki, istifadə elədi, onun dediklərini, ona səhv təsir eləyə bilər, nəsə pis təsir eləyə bilər. Ona görə məncə düzgün deyil istifadə eləmək. Həkim qəbulunda olmaq daha doğrudur. Həkim yolu ilə diyet saxlansa daha yaxşı olar. Orqanların sıradan çıxması, üzdə səpkilər filan belə bir şeylər ola bilər. Diyetoloq Reyhan Cabbarlı deyir ki, son vaxtlar müraciətlər arasında süni intellektin tərtib etdiyi pərhizləri tətbiq edənlər və bunların fəsadını yaşayan kifayət qədər pasiyent var. Məsələn, şəkər xəstəsidirsə, sadəcə siz sual versəz ki, şəkər xəstəsiyəm, hansı qidalardan çəkinməliyəm, onları rasiondan çıxartmalıyam. Bu zaman sizə yaxşı məsləhət verə bilər. Lakin siz əgər desəz ki, mən şəkər xəstəsiyəm, hansı qidanı sadəcə yeməliyəm, bu zaman ciddi dərəcədə problemlər yaradır. Çünki bunu unutmayaq ki, qarşımızdakı bir mütəxəssis deyil, süni intellektdir. Onlar ümumi məlumatlar əsasında sizinlə danışır. Bəzi insanlar şəxsi özəl diyetlərini, proqramlarını süni intellektlə yazdırırlar və buna riayət edirlər. Adi bizim yanımıza pasiyentlər gəldiyində biz sadəcə bir xəstəliyinə deyil, onun ümumi vəziyyətinə. Çünki bəzən bərabərində ikili xəstəliklər, üçlü xəstəliklər olur. Reyhan Cabbarlı bildirir ki, pəhriz individual yanaşma tələb edən məsələdir. Sizin kilonuz, boyunuz, həyat fəaliyyətiniz və ən əsası genetik olaraq da sizi gözləyən başqa bərabərində xəstəlik riskləri var. Süni intellekt bəlkə bir tərəfdən sizə pozitiv təsir göstərə bilər. Ancaq bunun əks təsirləri də onun tərəfindən gözlənilmir və o sizə göstərmir bunu. Buna görə də araşdırmalar da var ki, süni intellekt tərəfindən edilən diyetlər ilk başlarda sadəcə bir həftəsində bəlkə yaxşı nəticə ala bilərsiniz. Bundan sonra davam etdirilə bilmir və ya davam etdirildiyində əks təsirləri də göstərilir. Qida mütəxəssisi Məsəti Hüseynova vurğulayır ki, pəhrizlər yalnız bədən quruluşuna görə deyil, həm də insanın psixoloji və fiziki vəziyyətinə uyğun hazırlanmalıdır. Çəki alma və ya çəki vermə zamanı müəyyən pəhrizlər, diyetlər tətbiq olunur ki, bu zaman həmin şəxsin fərdi sağlamlıq dərəcəsi, laborator analizlər, eyni zamanda qida allergiyasının olub-olmaması nəzərə alınmaqla yanaşı, həm də gündəlik həyat tərzi, stres faktoru, fiziki aktivliyi, yuxu rejimi də nəzərə alınmaqla pəhriz tətbiq olunmalıdır. Süni intellektlə hazırlanmış pəhrizlərdən fərdi qaydada sadaladığımız amillər nəzərə alınmadığına görə sağlamlıqda bir çox fəsadlar ola bilər. Qeyd edək ki, bəzi süni intellekt alətlərinə tibbi və hüquqi məsələlər üzrə məsləhət vermək qadağan edilib. İlhamə Kələyeva, Cabbar Qarayağdıoğlu, Vüsal Cəfərov, Xəbər Ertəsi.